Gədəbəy rayonundan olmuşam. Orada da olub və başa çatmışam. Mən sosial həssas ailədən olan bir tələbəyəm və təhsilimi davam etdirmək mənim üçün vacib idi. Bu baxımdan tələbə təhsil krediti mənim üçün çox böyük bir fürsət yaratdı və mənə təkcə maliyyə dəstəyi deyil, eyni zamanda gələcəyimə atılmış uğurlu bir addım oldu. Təhsil Tələbə Krediti Fondundan yararlanan tələbələrlə bağlanan müqavilələrin sayı artıq 50 minə çatıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Ləman Pənahova fonddan kredit alan 50 mininci tələbə olub. Elm və Təhsil Naziri Emin Əmrullayev Ləman Pənahovaya gələcək müəllimlik fəaliyyətində uğurlar arzulayıb. Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Bəhruz Əzimov bildirib ki, bu günə qədər fonda 60 minə qədər müraciət daxil olub. Bu günə qədər ümumiyyətlə 60 mindən çox müraciət sistemə daxil olub və 50 mindən çox müraciət artıq rəsmiləşdirilib. Elə təsadüf deyil ki, ötən gündə 50 mininci təhsil tələbə krediti müqaviləsini rəsmiləşdirdik.